Hörmətli tədbir iştirakçıları, mən indi bu gözəl tədbirimizin gözəl yerində bir Saadət Quta demişkən, onun dediyi kimi deyəcəm mən. Baş kesidin baş oğlu, Hüseyin müəllim, hamımızın sevimlisi, bütün şairlərin arxası, dayağı, hər bir zaman yetimlər atası, hər bir vaxtı öz belə nəfəsini, canını vətənə verən bir insan Hüseyin Artıqoğlunu, bizim ziyalımızı, hörmətli professorumuzu dəvət edirəm və Saadət Qutanın da bir-iki bənd şeiri var, onu dedi, özüm deyəcəm. Sizin almışlarınız. Qurban olun səni doğan anıya, nə gözəl yaşadın, yaxşı Hüseyin. Baş olan adından sən də baş oldun, baş keçidlər başı Hüseyin. Yardı bulutları ay üzə çıxdı, şimdidən boylandı, gün təzə çıxdı. Lal şam düyəli parı gül düzə çıxdı. Dil açdı dağların daşı Hüseyin, alın tərin dama-dama göl oldu. Duyğuların yağa-yağa sel oldu, harda dindin bir arxanda el oldu səni dedi, kəlmə başı Hüseyin. Nə zalma başaydın, nə fağır döydün, sadəcə dolandın, sadəcə geydin, nə könül sındırdın, nə qəlbə dəydin. Oldun yaxşılardan, yaxşı Hüseyin. Çox sağ ol. Məsuliyyət qoydu Saadət xanım üstümə. Mənə dedilər, bir-iki kəlmə söz demək lazım. Mən 10 neçə gündür deyirəm, yazmaq istəyirəm, bozmaq istəyirəm. Dedim, bu cəmaatın vaxtını buradan alma olmaz. Ən yaxşısı gəlib eksprompton öz ürək sözlərini deməkdən yaxşısı yoxdur. Ona görə deyirəm, Saadət xanım, sizin bu görüşünüzə mən ürək sözlərini deməyə gəlmişəm. Mənim deyəndə dedim, ədəbiyyat adamları var, ədəbiyyatla, şeirlə məşğul olan adamlar var. Onlar daha güclü deyər, nəinki məndə. Mənim onları mən çox tanımır. Mən məsələ bu Rəşid Bey burada verəndə buzağı. Burada 3 dənə lüstr asılmalıydı. Lüstrun biri bir ton yarım idi. Bunun bizim tiyatr proyekt var idi, onlara vermişdilər. Bunun ortasından o kupolu uçurup Rigel bırakmaq istəyirdiler. Necə saxtardılar, gəldilər, çıxdılar mənə. Mən bu reşeynəmə qoymadım onu çıxmağı. Bunun üstündə ağaçdan möhtəşəm fermalar var. Elə bir büyük qoydular o ağacı. Neyse sözüm onda deyil, mən bu işlərlə məşğul olan texnik adamıyım da. Yəni texnika ilə məşğul olan. Çörəyi ver, çörəkçiyə verin deyirlər artıq. Saadət xanımın əsərlərini oxuyan vaxtı baxırsan o şeirlərdə əzamət də var, qəm də var, o bulaqların şantısı var, bulaqların, çayların qışqırtısı var. Bundan bizim ədəbiyyatçılarımız daha gözəl danışar, deyil ki, tutaq ki, mənim kimi texnika ilə məşğul olan bir adam. Saadət xanımın doğulduğu yer möhtəşəm bir yerdir. Bu yeri gərək nəsə müqayisə eləyəsən ki, onun, o deyir, necə şirinsən deyir, şakalat şirin danırsan, o şakalatını da sevirsən ki, yəni sözünü güclü demək üçün bir yerlə müqayisə eləməsən də baş geçdi. 2004-cü ildə ailə ilə getdik, İrandan girdik, Türkiyənin cənubundan keçdik, uzun məsələdə Qaradənizə qayıtdıq, geri Batum'a çatanda gəldik Batum'dan, Tiflisə çatanda dedik, bir gelin oraya da baxın da, kənddə görüm nə var, nə yox. Türkiyə dünyanın gözəllikdə gözüdür. Türkiyədə gözəl bir yer mən tanımıram, nədir? Yerləri, mənzərələri bu baxımdan. Mən gəlib o başı işte təzdən baxanda başqa gözlə o vaxt. O üzüyün qarşındakı, üstündəki qaşa bənzəyirdi baş keçir. Bizim kəndə məsələ 20 bulaq var. O qədər də şimdilərdə var. Bir-birindən içməli bulaqlar. Hərdən onu bəyənmirlər, o dağlara tərəf gedirlər, o dağın suyundan içirlər. Hərdən mən soruşuram, uşaqlardan deyirəm, məndən tez-tez soruşuram, var alırsan, insanın az qala 95% sudur. Su insana bir xarakter verir.
Bax, Saadət xanımdakı o xarakter, şimdi dağının suyunu o xarakterdir. Saadət xanımın o şeirlərindəki bir əzamət var, qəm var, çılğınlıq var, lalə ətri var, qızıl gül ətri var. O ətirlərin hamısı sənin o şeirlərində, əsərlərindən Saadət xanım. Allah sizi bizə çox görməsin. Sağ olun. Mən düşünmürəm sizin o yazdığınız əsərə görə 75 yaşınız var. Mən elə gəlib, Allah sizə ömür versin, 15 yaşdan başlayırsın. Sağ olun, təbrik edirəm.